Yeremiya 23-cü fəsil. Salih Padşah. Rəbb bəyan edir. Otlağımın qoyunlarını məhv eləyən və pərən-pərən salan çobanların vay halına. Buna görə də İsrailin Allahı Rəbb, xalqımı otaran çobanların əleyhinə belə deyir. Siz mənim sürümü pərən-pərən salıb qovduz, onların qayğısına qalmadız. İndi mən də elədiyiniz bəd əməllərə görə cəzanızın qayğısına qalacağam. Rəbb belə bəyan edir. Sürümün qalanlarını sürgün elədiyim bütün ölkələrdən yığıb toplayacağam, onları yenə ağıllarına qaytaracağam və türüyüb çoxalacaqlar. Üstlərinə onları otaracaq çobanlar qoyacağam. Daha qorxub dəhşətə düşməyəcəklər, biri də itməyəcək. Rəbb belə bəyan edir. Budur, David üçün salih bir pöhrə çıxaracağım günlər gəlir. Bu padşah müdrikliyi ilə padşahlıq eləyəcək. Ölkədə ədalətli və salih işlər görəcək. Rəbb belə bəyan eləyir. Onun dövründə Yahuda xilas olacaq. İsrail əmin-amanlıqda yaşayacaq. Onu Rəbb salihliyimizdir çağıracaqlar. Buna görə də Rəbb bəyan eləyir. Bir gün gələcək ki, insanlar artıq İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun deməyəcək. Amma İsrail nəslindən törəyənləri şimal ölkəsindən və sürgün elədiyi bütün başqa ölkələrdən geri qaytaran Rəbbin varlığına and olsun deyəcək. Beləcə, öz torpaqlarında yaşayacaqlar. Yahudanın yalançı peyğəmbərləri. Peyğəmbərlər haqqında ürəyim içimdə parçalandı, bütün sümüklərim titrədi. Rəbbə görə, onun müqəddəs sözlərinə görə bir sərxoş kimi, şəraba aludə olan adam kimiyəm. Çünki ölkə zinakarlarla doludur, lənətə görə yas tutur. Çöldəki otlaqlar quruyub, adamlar pis yola düşüb. Güclərini zorakılığa sərf eləyirlər. Rəbb bəyan eləyir. Peyğəmbər də, kahin də Allahsızdır. Məbədimdə pisliklərini gördüm. Buna görə getdikləri yol qaranlıqda sürüşkən yer kimi olacaq. Orada qovulub yıxılacaqlar, çünki cəzalanacaqları il, başlarına fəlakət gətirəcəyəm. Rəbb belə bəyan eləyir, Samariya peyğəmbərləri arasında elədikləri bu iyrənc işi gördüm. Baalın adı ilə peyğəmbərlik eləyərək, xalqım İsraili yoldan azdırdılar. Yerusəlim peyğəmbərləri arasında elədikləri bu qorxunc işi gördüm. Zina eləyirlər, yalan dalınca gedirlər, zorakıların qoluna güc verirlər. Beləcə, heç kəs pisliyindən dönmür. Hamısı mənim üçün Sodom kimi, şəhər xalqı Homorra kimi oldu. Buna görə də ordular Rəbbi peyğəmbərlər haqqında belə deyir. Baxın, mən onlara yoşan yedirəcəyəm, zəhərli su içirəcəyəm. Çünki Allahsızlıq Yerusəlim peyğəmbərlərindən bütün ölkəyə yayıldı. Ordular Rəbbi belə deyir. Sizin üçün peyğəmbərlik eləyən peyğəmbərlərin sözünə qulaq asmayın. Onlar sizə boş şeylər öyrədir. Rəbbin ağzından çıxanları deyil, özlərinin uydurduqları görüntüləri söyləyirlər. Onlar mənə xor baxanlara deyirlər. Rəbb söylədi ki, sizin üçün əmin-amanlıq olacaq. İnadkarlıqla ürəklərinin istədiyinə uyanlara deyirlər. Üstünüzə fəlakət gəlməyəcək. Rəbbin sözünü anlayıb eşitmək üçün Rəbbin məclisində kimsə durubmu? Onun sözünə qulaq asıb eşidən varmı? Budur, Rəbbin fırtınası qəzəblə qopacaq. Qasırğa fırlanıb pis adamların başında çatlayacaq. Ürəyinin istəyinə çatana qədər, onu bitirənə qədər Rəbbin qəzəbi dayanmayacaq. Gələcək günlərdə bunu açıq-aşkar anlayacaqsınız. Bu peyğəmbərləri mən göndərmədim, amma ora-bura qaçdılar. Onlara mən söz demədim, amma peyğəmbərlik elədilər. Ancaq onlar məclisimdə dursaydılar, sözlərimi xalqıma çatdırardılar. Pis yollarından, şər əməllərindən xalqı çəkindirərdilər. Rəbb bəyan edir. Mən yalnız yaxında olan Allah deyiləm, həm də uzaqda olan Allaham. Kimsə gizli yerlərdə saxlana bilər ki, mən onu görə bilməyim? Rəbb belə bəyan edir. Yeri, göyü mən doldurmamışammı? Rəbb belə bəyan eləyir. Mənim adımdan yalan söyləyən peyğəmbərlərin yuxu gördüm sözlərini eşitdim. Nə vaxta qədər yalan söyləyən, öz ürəklərinin uydurmalarını bildirən peyğəmbərlər bu işdən məşğul olacaq.
Ataları necə Baal bütünə görə adımı unutdularsa, onlar da zənn eləyir ki, bir-birlərdə danışdıqları yuxularla xalqıma adımı unutturacaq. Yuxu görən Peyğəmbər yuxusunu söyləsin, amma sözüm nazil olan adam onu dəqiq danışsın. Dağ buğdanın yanında saman nədir? Rəbb belə bəyan edir, mənim sözüm bir od kimi, qayaları parçalayan gürz kimi deyilmi? Rəbb belə bəyan edir, buna görə də mən peyğəmbərlərə qarşıyam. Onlar sözlərimi bir-birlərindən oğurlayır. Rəbb belə bəyan edir. Bax, mən peyğəmbərlərə qarşıyam. Onlar öz dillərini tərpədib, Rəbb belə deyir, söylüyür. Rəbb belə bəyan edir. Bax, mən yalancı yuxular görüb peyğəmbərlik eləyənlərə qarşıyam. Rəbb belə bəyan edir. Onlar bu yuxuları danışıb, yalanları və boş lovğalıqları ilə xalqımı yoldan azdırır. Onları mən göndərmədim, onlara heç nə buyurmadım. Bu xalqa heç bir faydaları yoxdur. Rəbb belə bəyan edir. Əgər bu xalqdan biri yaxud bir peyğəmbər ya da bir kahin səndən bəs Rəbbin yük olan kəlamı hansıdır soruşsa, ona söylə, yük sizsiz, mən sizi atacağam. Rəbb belə bəyan edir. Rəbbin kəlamı yükdür deyən peyğəmbərə, kahinə yaxud adi adama gəlincə, mən o adamı da, onun ailəsini də cəzalandıracağam. Hər biriniz öz yoldaşınıza, soydaşınıza belə deyin. Rəbb nə cavab verdi? Rəbb nə söylədi? Bir daha Rəbbin kəlamını yük olaraq yada salmayacaqsınız. Çünki hər kəsin sözü özünə yük olacaq. Bununla siz var olan Allahın, ordular Rəbbinin, Allahımızın sözlərini təhrif elədiniz. Peyğəmbərə belə söylə. Rəbb sənə nə cavab verdi? Rəbb nə söylədi? Rəbbin kəlamı yükdür desəz də, Rəbb hökmən belə deyər. Rəbbin kəlamı yükdür deyirsiniz, halbuki mən sizə xəbərdarlıq eləyib, Rəbbin kəlamı yükdür deməməyi söyləmişdim. Buna görə də sizi tamamilə unudacağam. Sizi də, özünüzə və atalarınıza verdiyim şəhəri də önümdən rədd eləyəcəyəm. Üzərinizə heç vaxt unudulmayan biabırçılıq, əbədi rüsvayçılıq gətirəcəyəm.